Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün anamgilin etdiyi həftəlik alış-verişi sizlərlə paylaşıram. İlk öncə 3 ədəd belə bir labne pendiri, daha sonra belə bir meyvəli, orman meyvəli yoğurt, 5 ədəd eti puf, 1 paçka kakao, 1 bağlama 5 ədədlik qabartma tozu, 1 bağlamada 5 ədədlik şəkərli vanilin, yarım kilo Türkiye'de satılan kaçak çayı adlanır. Kaçak çayı. Daha sonra Ülker'in büyük boy peçenyasını. Daha sonra 1 ədəd susamlı, 1 ədəd də tuzlu kraker və 1 ədəd də belə bir keks. Sonra 1-2 ədəd belə abur cuburlar, yəni şokoladlar. İndi isə keçirəm ikinci paketə. Belə bir pişirmə kağıdı. Daha sonra 1 kilo toyuq qanadları, yarım kilo limon və göyərtilər, 1 kilo xiyar və 2 kilo basmati düyüsü. Daha sonra 1 kilo yarım badımcan və 2 kiloya yaxında şirin belə bir biber. İçində biraz yəni 1-2 ədəd də acı biber var idi. 3 kilo alma, 3 kilo armud və bir də ki 2 kiloya yaxın nektarin aldıq və belə bir 2 kilodan çox dolmalıq biber burada deyilir. Elə bir biber aldı anam. 1 kilo yarım banan və 1 kilo da əncir aldı. İki paçka belə bir qab setkası, 1 ədəd diş fırçası, toz almaq üçün belə bir bez, daha sonra ABC-nin 1 litrlik belə sıvı Arap sabunu və 6 rollu Selpakın mətbəx dəsmalını aldı. Bir də ki ABC-nin 10 kiloluq yucu deterjanını aldı. Və 1 ədəd də 3 litrlik üzüm sirkəsi aldı. Aldıqlarımız bu qədər idi. Mənə dəstək olmaq üçün videomu bəyəndinizsə yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.